Herkese salam. Axşamınız xeyirli olsun bir daha. Kimin şeir çağı, şeirməyə gəlibsə, ruhu şeir adam balası kimidir abi. istəyirsə, Özünü əzəzələmə, öz dilində, öz ləftində danış. Şeirməyə, əsən. Şeiri gəlib, nə şeir deyirəm də. kimin şeiri gəlibsə, anam demişkə, anacığımla bərabər sizi salamlayırıq. Demişəm mənə belə demə. Anam deyir ki, qızım, mənə cığımı burax. Amma mən anama sevgimdən cığımı anama qat. Lazım deyil ki, Anacığım sevgi mənə etmişəm. cığım. Anacığımın simasında, anacığımın ağzıyla hər kəsi salamlayıram. Ananın ağzı zillal oldu bana. Salam əleykum. Şunu baş ver sən şeirdir. Cəmaatı məni rüsva eləsən. Ona görə bu günləri Nicole Kidman'ın şeirinə üz tutmuşam. Nicole Kidman bu şeiri deyir yazanda gecə saat 4-də 25 dəqiqə işləyir. Belə deyim sənə hələ. Belə o 4-də Kitabda gündə. elə yazılır ki, ayıldım və fikirləşdim ki, bu şeiri yazmalıyam. Hər kəs Nicole Kidman'ı tanıyır və anam Mən deyir necə ki, tanımıram? Anam deyir ki, mən də onu çox sevirəm. Onun şeirlərini Toba deyirik. tanımıram. Qəfil oldu şeirini deyir. Şimdi qəfil. Sənin şeir deyən başı var. Bir də onu bunu öz şeirlərimiz qalıb gedən Nikol'dan, Makol'dan. Boyuma baxın, oturan yerdə öyle şey. Ayaq üstə durursan. Hə? Sən ayaq üstə durasan. Niyə ki? Lazımdır mənə. Hə, yaxşı. Boyun budur da. Sən belə qalmışsan. Hə, adirəm. Biraz yığ da özünü. Birinci qalmaq, belə qalamıyorum. Deyirəm qəfil oldu. Ana buyur. Hə, nə qəfil oldu? Şeir deyirəm, qəfil oldu. Yüz deyirəm. Hə. Qəfil oldu. Qəfil oldu. Nə Qızım, oldu? qəfil oldu qızım. Amma qızımı soğam hökmən gəlir ora. Heç kim. Adinə. Nikol da belə yazıb ora qızım. O sən heç nə eləmə də. Dinə. Nə deyim? Qəfil mən Qəfil oldu. qəfil oldu. Nə oldu bilmirəm. Məndən çıxan nə idisə. Qəfil oldu məndən çıxdı. Danırsan sən? Qəfil oldu məndən nə? Deyərəm indi məndən nə çıxdı qəfil oldu. Bəs də deyil. Qəfil oldu qızım. Mən nə üçün çıxmayım? Hər yerə yayılan səs, səda, küy. O səs var idi ya. Hə. Nə səs idi o? Sən de. Məndən çıxdı. Adinə. Qəfil oldu. Qəfil oldu qızım. Qoy hər kəs duysun, hər kəs eşitsin Qəfil o oldu səsi. nə? Qəfil oldu qızım, qəfil. Lapdan çıxdı. Adıma söz qoşdular, adıma ad qoydular. Mənə nələr dedilər. Qəfil oldu qızım. Qəfil. Söyüşlər götürdüm, söyüş içində. Şeirə bax, qəfil oldu qızım, qəfil. Qəfildən bir şey yalvara girsin də. Mənə nələr dedilər, adıma ad qoydular. Qəfil oldu qızım, qəfil. Bir gün mənə tütək dedilər, bir gün gitara. Sənin başına qarman demədilər. Qəfil oldu qızım, qəfil. Ona belə Bir onu şeir yazan. şeiri yormaya, şeiri deyil. Şeir yormalıdır da, sen gitar oldu, işte gitar oldu yani 90-60-90 ha. Tütək də salırlar da. Tütək kimi də tütəkdirlər. Siz sənin şeirdən, çok yazım. Sen niye onu deyirsən? Fərli başka bir şey tapdı da. Sakit, sakit. Hem terbiyesiz şeyler deyir. Niye Nikol özüne baka ben Nikol'da yazdı belə. Şimdi Nikol'un da başına. Şeiri ara. Dığaların şeylerini deyir. Ara vermə məcburiyyətinə qaldım. Çünki anam deyir ki, duyğularım kökləndi qızım, sakitləşdirmə. Ben çox idim, qəyət edimdim duyğularımı körə. Ben duyğularımı körəlməyim də əsəbləşməm. Partlayıram. Çünki Nikol'un yazan şeir başına. Ne diyeyim? Qəfil oldu kızım, qəfil. Məni saxladılar yollar üstündə, əllər üstündə. Qəfil oldu kızım, qəfil. Yolda saxladılar məni. Maşından kütünü aşağı düş. Qəfil, lapdan dedilər. Sardılar könlümü könüller içində kökslərinə. Qəfil oldu kızım, qəfil. Ay aman dedim birdən, ay aman. Qəfil oldu kızım, qəfil. Nikola qəfil gülləsinə dəysin. Sarı tellərim çiyinlərdə gəzdi. Mənim. Qəfil oldu. Çiyinlərdə qaldı. Dinə. Deyirəm, ana qəfil oldu, qəfildən pozğunluğa düşdüm. Qəfil oldu, qəfil. Demirəm mən, çağırdı. Demirəm. Axırda deyirəm də qəfil oldu, qəfildən lapdan düşdü, pozğunluğa getdi. Bunun nə əlaqəsi? Məndən əlaqəsi çoxdur. Demirəm. Ana yox, şeir bir şey deyədi, pozğunluq. Nə şeiri, qəfil oldu. Aləm harba, hara saldın, hara çıxartdın məni qəfil oldu. Gitar oldum, tütək oldum, nə oldum.
Abi sakit. Bırak Abi, sana abi biraz boynumu koy çiğnime. Boynumu çinimi koy yetimə. Sakit kaldı. Ha 24'sen. Anam bu şehri dedi yerde saklaya. Dedi kızım. Elə hıçqırarak ağlamaq istəyirəm ki, ekran qarşısında bunu heç kəsin görməyini istəmirəm. Saatun öyləsin. Qəfil oldu qızım. Açıqırmaq Görürsünüz, hə? Ana, hıçqırıqlarını məncə insanlar içində hıçqıra-hıçqıra ağlamaq ayıb deyil. Yox. Qəfil oldu da. Ana, bəs istədin ki, bu şeir mənə çox təsir elədi. Heç bu şeir mənə təsir eləmədi. Ana, elə demədi, bu paylaşacağım axı. Bu şeir mənə çox təsir elədi, duyğulandım vallahi. Onun gedim o qapının dalında orada ağlayım gəlirəm. Ana, elə də sağ olaş, an sağ olaş. Sağ olun, sağ olun. Siz sənə şeir deyəm bax. Bu şeir deyirlər. Bu şeirdir, qəfil, hamısı qəfil oldu. Ana, sakitdə, anam şeirə yükləndi dostlar. Hə, çox yükləndim, çox. Çox ki, sən şeir deyəm bax. Ona görə də dedi ki, biraz nəfəs alım gəlirəm. Gəlmirəm. Qəbul damsı.